Bugün lazımlı, çox mühüm bir mövzu haqqında danışacağıq. Elə bir mövzudur ki, bizə vacibdir. Necə namaz, oruc bizə vacibdir, o da bizə vacibdir. Çox mühüm bir məsələdir. Əgər o olmasa, din qalmır. Cəmiyyətdə dəyərlər məhv olur. Cəmiyyət uçuruma gedir. Şəriət aradan gedir. İnsanlar bədbəxt olurlar. Çox mühüm məsələdir. Həzrəti Mövla bir hədisində buyurur ki, bütün vacibat deyəcəyim bu məsələ ilə müqayisədə bənzəyir ağız suyuna dərya qarşısında. Ağızda nə qədər su var? Az. Yəni azlığı çatdırır. Dəryada, dənizdə nə qədər su var? Çox. Bugün əmr bi məruf və nəhyəz münkərdən danışacağıq. Fikirləşirdim ki, hansı mövzudan danışım, həm əlaqəsi olsun, həm də vacibi bir məsələ olsun. Əmr bi məruf, yəni yaxşılığa əmr etmək, dəvət etmək. Nəhyəz münkər, yəni pislikdən çəkindirmək. Bizə namaz kimi, oruc kimi vacibdir. Bir kitab yazılmışdı. Kitabın adı tərcümədə bu cür olur ki, unudulmuş iki vacib. Unudulmuş iki vacib. Nəinki dindar olmayanlar, dindarlar, möminlər, hacılar, kərbəlayilər belə əmr bi məruf, nəhyəz münkərə əhəmiyyət vermirlər. Özləri də eləmirlər, şərait də yaratmırlar. Kimsə onları etsə də xoşlarına gəlmir. Qur'an-ı Kərim buyurur Tövbə surəsinin 71-ci ayəsində: "Vəl-mu'minunə vəl-mu'minat." Möminlər və möminələr. Ba'duhum əvliya'u ba'd. Bir-birlərinin yavru-yavərləri və dostlarıdırlar. Möminin dostu kim olar? Mömin. Möminənin dostu kim olar? Möminə. Mömin deyir, filanı mənim dostumdur, amma fasiqdir. Bir mömin necə qumar oynayanla, şərab içənlə dost ola bilər? Qur'an bu cür buyurmur. Bir hicablı xanım, möminə xanım, necə hicabsızla, xülasə dindar olmayan, iman əhli olmayan xanımla dost ola bilər, gəl-ged edə bilər. Quran buyurur ki, möminlər və möminələr bir-birlərinin dostudurlar. Bir-birlərinə yar, yavərdilər. Əvliya, vəli sözündən. Sonra buyurur ki, yə'murunə bil-ma'ruf. Bu mömin, möminələr yaxşılığa çağırış edirlər. Və yənhəvnə anil munkar. Pislikdən çəkindirirlər. Qur'an əmr bi məruf və nəhyəz münkəri möminlərin işi bilir. Əmr bi məruf, yaxşılığa dəvət etmək, pislikdən çəkindirməyi Qur'an-ı Kərim bu ayədə mömin və möminələrin əlaməti, xüsusiyyatı kimi vurğulayıbdır. Mömin, möminələr yaxşılığa dəvət edərlər, pislikdən çəkindirərlər. Yəni iman əhlinin xüsusiyyatlarındandır. Sonra Ali-İmran surəsində 110-cu ayə. Mübarək Ali-İmran surəsi 110. Quran buyurur: "Euzu billah, kuntum xayra ummetin
uxricət lin-nas tə'muruna bil-ma'ruf və tənhavuna anil-munkar və tu'minuna billah. Deyir, siz həqiqi müsəlmanlar ortaya çıxmış insanlar üçün görünən ən yaxşı ümmətsiniz. Niyə? Tə'muruna bil-ma'ruf. Yaxşılığa dəvət edirsiniz və tənhavuna anil-munkar. Pislikdən çəkindirirsiniz. Niyə xeyrə ümmə olubdur? Niyə ən yaxşı ümmətsiniz? Niyə həqiqi müsəlmanlarsınız? Niyə gözəl ümmətsiniz? Niyə? Ada görə yox, əmələ görə. Bir-birlərinizi neynirsiniz? Yaxşılığa dəvət edirsiniz və pislikdən çəkindirirsiniz. Quran oxuyanlar, o adamlar ki, ən azından bir dəfə, iki dəfə, üç dəfə, məsələn, Quranı oxuyublar, görərsiniz nə qədər adama rast gəlir, müəyyən surələrdə, müxtəlif ayələrdə. Əmr bil-məruf, nəhy münkar. Tə'muruna bil-məruf və tənhavuna anil-munkar. Yəni, insan haçan yaxşı olur Quran məntiqində? Yaxşılığa dəvət edib, pislikdən çəkindirəndə.